Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. En birinci salamlayıram hər birinizi. Allah razı olsun. Bu dəvətimizə görə təbii ki bizim bir yerdə cəm olmağımız, bir-birimizə nələrsə xatırlatmağımız da Allah Taala'nın bizə olan nemətlərindəndir. Və bu nemətə görə də Allah Taala'ya həmd edirik, səna edirik, şükür edirik və bu fürsətləri çalışırıq ki, qaçırmayaq. İstəyərdim ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi bir hədisi barədə qısa bir izahat eləyək, qısa bir mövzuya toxunaq, hətta hamımız üçün faydalı olsun. Allah Resulü sallallahu aleyhi və səlləmin sahabisi Əbu Sə'ləbə Əl-Xuşəni rahimallah Cürthüm ibn Nəşir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Allah Teala sizin üçün fərzlər qoyub. Sizin üçün fərz şeylər, sizin üçün vacib olan şeylər qoyub, onu zayi eləməyin. Və sizin üçün həddlər qoyub, o həddləri aşmayın. Və sizin üçün bəzi şeyləri haram eləyib, onları etməyin və bəzi şeylərdən sakit dayanıb, sizə rəhmət olaraq unutqanlığından deyil. Bu hədisi rəvayət edir İmam Daraqutni rahimehullah, həmçinin Tabarani, həmçinin Hakim öz müstədrəkində və bu hədisin səhihliyi barədə, mötəbər hədis olması barədə hədis əhli hökm oxuyublar. Yəni bu hədis mötəbər hədisdir. Təbii ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnnallaha farada faraid. Allah fərzlər buyurub. Fələ tudayyuha, onları zayi eləməyin. Allah Teala fərzlər buyurub deməklə, yəni qulların məsləhəti üçün, qulların xeyri üçün, insanların xeyri üçün, həm dinlərində, həm də dünyalarında. Allah Teala fərzlər buyurub, onları zayi etməyin. Yəni, o fərzlər ki, insanın dini üçün də, dünyası üçün də xeyirlidir. Fərzlər, yəni vaciblər. Necə biz bilirik ki, fərz vacib mənasındadır, umumən. Bəzi alimlər deyir ki, fərz daha üstündür, daha qüvvətlidir. Və əsas olan fərzlər məlumdur. Kəlmə-i şəhadət, sonra namaz, sonra oruc, sonra zekat, sonra oruc, sonra həc, sonra həc. Bununla bitir, 5 dənə. Şəhadət, namaz, zekat, oruc, həc. Lakin bu fərzlər qulla Rəbb arasındadır. Və elə fərzlər var ki, o qulla qul arasındadır. Məsələn, valideynlərə yaxşı baxmaq. Bu da fərzdir. Qohumlarla münasibət saxlamaq. Bu da fərzdir. Ən azından telefonla, ən azından münasibət saxlamaq. Yəni, bunları tərk eləmək olmaz. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, فَلَا تُضَيِّعُوهَا Zay eləməyin onları. Tudayyuha, zay eləməyin iki mənadadır. Ya tam tərk eləməyin, yəni həm tam tərk eləməyin, həm də səhlənkar olmuyor. Bunlar elə şeylərdir ki, burada bacardığın qədər möhkəm dayanmaqsan. Və bunlar hamısı bizim üçün xeyirdir ona görə. Bunların tərkində bizə ziyan var. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, həddlər qoyub Allah, o həddlərdən keçməyin. Hədd yəni maniyə deməkdir. Yəni, sanki sən məsələn bir yer düzəltmirsən və ora çəpər çəkmirsən, maniyə. Və ya bir hasar çəkmirsən, maniyə. Tapşırmısan ki, buranı aşmayın. Və ya cızıq çəkmirsən, xət. Və demirsən ki, buradan o tərəfə təhlükədir. Gedməyin o tərəfə. Və ya məsələn, dövlət də görürsən ki, yolda və ya hansısa bir ərazidə görürsən, xətlər çəkir, sonra təhlükəli bir zolaq çəkir. Deyir, o zolaqdan o tərəfə gedməyin. İşarələr qoyur. Yəni, getsən, sən orada təhlükədəsən.
Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki ve haddede hududen ve hədlər qoydu bizim üçün. O hədlər də nədir? Yəni o şeylər ki bizi aparacaq pisliklərə, haramlara. O hədləri çəkib. Allah Teala Quran-Kərimdə buyurur ki, tilkə hududullah, bu Allahın hədləridir. Fələ tə'təduhə, o hədləri aşmayın. Başqa bir ayədə buyurur ki, və tilkə hududullah, bu Allahın hədləridir. Fələ təqrabuhə, ona yaxınlaşmayın. Yəni o vasitələr ki, hansı ki yaxınlaşdırır ora, onu eləməyin. Çünki hədlər artıq təhlükədən xəbər verir. Müsəlman gərək həddə dayansın, onu keçməsin. Müsəlman gərək həddə dayansın. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əşyalar vardır ki, onlara haram elədi sizə. Bəzi şeylər vardır ki, Allah sizə haram elədi. Və o haramlar hansıdır? Hansılar ki, Quranda və sünnədə gəlib. Məsələn, Allah Teala meyyiti haram eləyib. Allah haram eləyib meyyiti, haram eləyib donuzu, haram eləyib leş yeməyi, haram eləyib qanı, haram eləyib bəzi şeyləri. Aydındır, gərək onlara toxunmayaq. Bir də zərurətdə. Haram eləyib ribanı, haram eləyib haram qazanc yollarını və halal eləyib onlardan istisna olan hər bir şey. Yəni harama düşməyən hər şey artıq halal və icazəlidir. Allah Teala buyurur ki, və hallallahul bey'ə harramar ribə. Allah Teala ticarəti halal elədi. Allah Teala ticarəti halal elədi və ribanı haram elədi. Bu ayə hədis inkarçılara dəlildir, rəddir. Aydındır, hədis inkarçıları deyir ki, Quran hədissiz başa düşülər. Məsələn, Allah deyir ki, əhəllallahu əl-bey'ə, Allah ticarəti, bey'ə, almaq, satmağı halal elədi və harramər ribə, ribanı haram elədi. Riba sözü lüğətdə əlavə deməkdir. Hamı da ticarət yerində əlavə qazanır. Burada riba nədir? Onlar ki, deyirlər, biz Quraniyik və ya Quranla gedirik, Quranda hər şey var, Quran hər şeyi deyib, yaxşı. Və harramər ribə, və ribanı Allah haram edib. Riba ərəb dilində əlavə deməkdir, artıq qazanc deməkdir. Ticarətdir, hamısı artıq qazancdır. 5'i alırsan, 10'a satırsan. 10'a alırsan, 15'i satırsan. Onda sənin başa düşməyindən onda ticarət haramdır ki, heç halal deyilmiş. Sünnəyə dönürük, nədir? Riba nədir? Hansı ribadır, hansı riba deyil? Aydındır. Onlar ki, deyirlər, Quran bəsdir, gətirsinlər, göstərsinlər görə riba harada açılan Quranda. Allah onu haram eləyib axı. Nə deməkdir riba? Və Allah bunları haram eləyib. Haramlar da Allah Teala bəyan eləyib. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bəzi şeylər var, onları demədi, sakit durdu. Halallığın, haramlığın. Sizə rəhmət olsun deyənə. Unutmamışdı. Bu, yəni, Allah nə o şeyləri halal eləyib, nə də haram. Tərk eləyib. Sakit durub o məsələlərdən. Yəni, istifadə elə, bu icazəlidir. Aydındır. Çünki insanların ehtiyacı var çox şeylərə. Allah Teala sakit durub onlarda. Yəni, icazəlidir. Haram da deyil, yəni halal da deyil, o mənada ki, yəni, Allah onun halallığı barədə xəbər verib. Sadəcə olaraq sakit durub ondan istifadə elə. Ye, ticarət elə və istifadə elə, heç nə yoxdur. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allah Teala bəzi şeyləri demədi. Demədi. Bəzi şeyləri demədi, sakit durdu. Birdən insanların ağlında nəsə qalar deyənə, Peyğəmbər sallallahu aleyhi ve sellem aydınlıq gətirdi. Dedi ki, unutqanlığından deyil. Aydındır, çünki biri deyər ki, niyə yadından çıxdı ki? Dedi, unutqanlığından deyil, rəhmətindən. Unutqanlığından deyil, rəhmətindən elədi. Çünki unutqanlıq, qardaşlar, nədir? Naqis sifətdir. Allah Teala naqis sifətlərdən münezzəhdir. Olmaz Allah Teala'ya unutdu demək. Unutdu demək olmaz. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, فَلَا تَبْحَثُوا عَنْهَا. Yəni o sakit durduğu şeyləri gəlib qurdalamayın. Gəlib o şeyləri qurdalamayın. Lazım deyil. Madam ki, heç nə yoxdur, istifadə elə. Yəni şeyxlər deyir ki,
Mə aleyhi dəlilun alə ənəhu halalun xuduhu və mə aleyhi dəlilun ənəhu haraman turkuhu. Nə dəlil yoxdur ki, halaldır, gedin eləyin. Nə dəlil yoxdur ki, haramdır, onu tərk eləyin. Sakit durur şəriət. Başını aşağı gedişində işin olur. Qurdalama. Aydındır. Qurdalayanda artıq sən Allahın sakit durduğu məsələni araşdırırsan. Allah bir məsləhət bilsəydi deyərdi. Deməyibsə, deməli, insanlara buraxıb, insanlar rahat müamilə etsinlər bir-birlərinə, rahat davransınlar, rahat ticarət eləsinlər. Aydındır. Ona görə də bu, yəni Allah Taala'nın hikmətidir. Allah Taala'nın asanlaşdırmasıdır insanlar üçün və bu hədisin bu yerini Allah Taala bəzi şeylərdən sakit durdu demədi hökmünü, unutqanlığından deyil, qullarına rəhmət olaraq o şeylər barədə araşdırmayın. Araşdırmayın, yəni keyfiyyətini yox. Araşdır keyfiyyəti nədən düzəlib, filan kəşflər elə. Lakin araşdırma ki, görəsən bu halala yaxındır, yoxsa harama. Bu ona yaxındır, yoxsa buna. Lazım deyil, Allah Taala susubsa tərk elə. Və alimlər deyir ki, bu hədisin bu yeri müsəlman üçün qaydadır. Nədə? Dinində, həyatında və həmçinin müamiləsində, həmçinin əxlaqında, hər bir şeyində. İnsan haramları tərk edir, halalları eləyir. O şeylər də var ki, Allah Taala susub o barədə. Heç də deməyir, sakit durur, o da sakit durur. Heç dənəmir. Aydındır. Yəni, insan gələk fikir versin bu məsələlərə və Allah Taala'nın bu ayəsi bu məsələyə gücləndirici ayədir. Allah Taala buyurur ki, Maidə surəsində: "Ya eyyuhellezine amenu, ey iman gətirənlər, la tes'alu an əşya'a in tubda lakum tasukum və in tes'alu anha hina yunazzalul Qur'an tubda lakum afallahu anha vallahu gafurun halim." Allah Taala deyir ki, sizə lazım olmayan şeylər barədə soruşmayın. Hansı ki, soruşanda cavab gəndə sizə pis olur. Və Quran nazil olur sizə. Soruşmayın, Allah Taala qadağan edir. Allah sizdən keçib oları, bağışlayıb oları. Allah bağışlayandır və həlimdir. Və qad səələha qawmun min qablikum. Sizdən qabaqçılar belə suallar verdilər. Thumma asbahu biha kafirin. Sonra sual verdikləri şeyə əməl eləməyib küfr elədilər. Ağır oldu yəni onlara. Yəni ağırlaşdı. Lazım olsaydı Allah Taala deyərdi. Yəni Allah Taala susan şeylərdən də rəhmət olaraq sustuğu şeylərdə Allah hökmü bilir olan. Deməyib sadəcə olaraq, rəhmət olaraq buraxıb insanlara. O Allahın onun hökmünü bilməsindən deyil ha işarə. Allah hər şeyin hökmünü bilir. Sadəcə olaraq deməyib. Aydındır. Bəzən elə fikirləşə bilərsən ki, Allah niyə hər şey barədə xəbər verməyib? Allah hər şeyi bilir. Bizə nə lazımdır xəbər verib. Bizə nə qədər bəsdir xəbər verib. Yoxsa Allah hər şeyi bilir. Hər şeyi. Allah hər şeyi biləndir. Allah hər şeyi görəndir, eşidəndir. Bəzi alimlər var qardaşlar. Onlar Allah hər şeyi bilir. Bilirə Qurandan ən güclü dəlil birisine gətirirlər. Allahu xaliqu kulli şey. Allah hər şeyin xaliqidir. Yəni xaliqdən sıfırdan yaradır. Da sıfırdan yaradan onu tam bilir. Allah hər şeyin yaradıcısıdır. Bu dəlildir ki, Allah hər şeyi də bilir. Aydındır, hər şeyi bilir. Lakin bəzisi xəbər verib, bəzilərini gizlədib, rəhmət olaraq onlar barədə soruşmuruq, onlar barədə dərinə getmirik, orta mövqeyə götürürük, halallar aydındır, haramlar aydındır, ortasında da məsələlər var, hansı ki Allah Taala susub, onlar barədə biz də ona qarışmırıq, istifadə edirik o şeylərdən. Bu da müsəlman həyatında qaydadır. Dinində də, dünyasında da, münasibətində də, əxlaqında da və s. və axır. Necə Allah Taala deyir ki, o şeylər barə ki, siz onu soruşsaq, cavab gələndə xoşlamayacaqsınız o cavabı, soruşmayın. Çünki Allah susmuşdur o barədə. Niyə sən gəlib qurdalayırsan? Ona görə Peyğəmbər s.ə.v fikir vermişsiniz, vəhyin əvvəlində qadağan edir sualı. Deyir, sual verməyin mən. Çünki qorxurdu ki, ayələr, nazirlər bunlar yüklənərlər. Sahabələr, ümmət umumən. Ona görə məsələn təravihi tərk elədi. 2 gün qıldı, 1 gün qıldı, 2 gün qıldı, sonra çıxmadı. Dedi, birdən fərz olar. Allah görər ki, bunlar şövqlüdülər, gəlirlər. Allah şey eləyər, fərz eləyər. Çəkildi qırağa. Sonra sahabələr davam elədilər. Peyğəmbər sallallahu aleyhi ve sellem öləndən sonra və həkəsiləndən sonra. Allah kömək olsun, Allah razı olsun.
Və sallallahu nebine Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kethira. Allah razı olsun.